Salam, bir vaxtınız xeyirli olsun. Demək, belə bir mikrovalnovkanı təmirə gətiriblər. Mikrovalnovkaya tok ümumiyyətcə gəlmir. İndi ortanı nəticəni bir yerdə izləyək. Şuruplarını açdıq. Demək, əsas qoruyucuda problem yoxdur. Keçid eləyim miqrik hissələrinə. Demək, burada monitorda problem var. Varistor partlayıb, qoruyucu partlayıb. Yuvacaqları açdıq. Varistorı dəyişdik. Bu hissəyə daroşka atdıq. Yəni, bu yanmışdı. Bunlarda hissədə qoruyucu olmadığına görə, demək, burada var, burada yoxdur. O qoruyucunu bu hissəyə vermişdilər. Bunu da bərpa elədik. İşimizi yekunlaşdırdıq. Hər bir şey işləyir. Yəni, ev şəraitində məsləhət olar ki, atmayasınız. Hətta bu kondensatorda 1000-2000 volt olur. İş dövriyyəsində 5000-ə kimi artır. Yəni, tok vura bilər. Ustalara da məsləhətim odur ki, testeri tokda olanda bunun yanına qoymayasınız. Bu işləyəndə testeri də sıradan çıxardır. Ona görə ki, burada maqnit sahəsi əmələ gəlir. Hissələrin hamısını təmizlədik. Hissəsini də yığdıq. Şuruplarını bağladıq. Hissəsini təmizlədik. Şüşəni təmizlədik. Doka saldıq. Ampermetrə qoşduq. İçinə su qoyaq. İçinə su qoyduq. İşə düşdü. Demək, fikir versəz, qaynayır su. Demək, bu qədər. Çox sağ olun izlədiyinizə görə.